Bismillahirrahmanirrahim. Ar-Rahman Allamal Qur'an. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in innehu khayru nasirin ve mu'in. Elhamdülillahi Rabbil alemin. Vel aqibetu lil muttaqin. Vessalatu vesselam ala Resulillahil amin. Ve ala alihi tahirin. La siyama baqiyetillah fil aradin. روحي وأرواح العالمين لتراب مقدمه الفداء ولعنة الله على أعدائهم أعداء الله إلى لقاء الله أما بعد اللهم وفقنا لما تحب وترضى. Allah'ın lütfu inayetiyle artıq məntiq dərsinin əsas bəhslərinin müqəddiməsi başlayır. Bugünkü bizim 5-ci məntiq dərsində bəhsimiz aləmlər barəsindədir. Bizim yaşadığımız mühitdə insanlar üçün 3 dənə aləm var. 3 dənə aləm var. Biri həmin bu xarici aləmdir. Yəni, özümüzdən xaricdə olanları görürük. Məsələn, mən xaricdə qarşımda notebook'u görürəm və məsələn, dəftər görürəm, kitab görürəm, qələm görürəm. Bayra çıxdıqda ağac görürük, maşın görürük, insan görürük. Bəs bu bir xarici aləmdir və bunların da həqiqətləri var. Bunların da hər birinin həqiqəti var. Həqiqəti var, yəni xaricdə bir dənə varlıqdırlar, bir mövcuddurlar, bir vücuddurlar. Bu bir aləm, yəni zehindən, burasına dikkat edin, zehnimizdən müstəqil bunların vücudları var. Yəni bizim zehnimizdən xaricdə bunların həqiqi bir vücudları var. Hər nə görürüksə onlar. Bu xarici aləm sayılır. Tərifi də budur ki, zehni aləmdən xaricdə müstəqil vücudda sahibdirlər, vücudları var bunların. Misallar da keçəkdik. İkinci aləm zehn aləmidir. Zehn aləmi artıq bizim məntiq bəhsinə lazım olan aləmdir. Zehn demişdik ki, ərəb dilində gizli olan xəzinəyə, gizli olan bir şeyə deyirlər. Zehn aləmində nələr mövcuddur, nələrin vücudu var, nələrin həqiqətləri var. Xarici aləmdə bildik. Zehn aləmində zehni məlumatların vücudu var. Zehni məlumatlar, bugünkü dərsimiz bunun üstünədir. Bugünkü dərsə diqqət edin. Çox həm maraqlı, həm dəqiq bir bəhslərdir. Və gələcəkdə də bizim çox işimizə yarayacaq bəhslərdir. Zehni məlumatlarımız bizim neçə hissəyə bölünür? Zehni məlumatlarımız bəndə bu kitabın əsasında 7 dənə mərhələsi məlumatları. Birinci sadə mərhələsi budur ki, surət götürmə, zehnin
surət götürmə prosesi, şəkil gətirmə prosesi. Bu nədir? Xarici aləmdə hər nə görürüksə, məsələn, mənim qarşımda notebookdur. Onun şəkil forması, həndəsi və hissi surəti, şəkli forması zehnimdə vücuda gəlir. Xarici aləmdə notebook olduğu kimi zehnimdə də artıq notebook var. Onun surəti zehnimdə vücuda gəlir. Bu hiss orqanları ilə olan, yəni zehində əmələ gələn vücudlardır, varlıqlardır. Zehni məlumatlar, zehni varlıqlardan ibarətdir. Zehni varlıqların dedik 7 dənə mərhələsi var. 7 mərhələsi. Onlardan biri budur ki, xarici aləmdən surət və xarici aləmdəki vücudun şəklin çəkərək elə bir ötürür zehnə və zehində vücud əmələ gəlir. Məsələn, notebook dedik. Xoş, ikinci mərhələsi zehində Allah bizə bir nemət əta eləyib, hafizə qüvvəsi var. Hafizə, yəni qoruyub saxlanma, hifz qüvvəmiz var. Məsələn, hər məlumatlar ki gəlir, onun müəyyən papkası var və o papkalarda necə deyək, qalır. Bu insan üçün böyük bir nemətdir. Məsələn, unutqanlıq artıq dünya səviyyəsində bir xəstəlik kimi qeydə alınır. Məsələn, bəzi insanlar cavan yaşlarında, əksəriyyət isə bu xəstəliklə mübtəla olurlar yaşlı vaxtlarında. Hafizə qüvvəsi, məsələn, fəaliyyətini dayandırır. Çox xətərli bir şeydir insan üçün artıq. Xoş, hafizə qüvvəmizdə xaricdən əldə elədiyimiz məlumatlar və yaxud sonraki mərhələlərdən belə əldə elədiyimiz məlumatlar qalır. İndi ikinci mərhələsi budur. Bizə lazım olan vaxt ki, biz istəyirik müəyyən bir məlumatdan istifadə eləyək, hər hansı bir məchulu məlumat çevirək, o hafizədə qalan məlumatlar ki, bizə görə elə bir yoxa çıxmışdı, qeybdə idi, hafizədən gəlir təzədən zehn mərhələsinə, zehnin meydanına gəlir. Bu hafizəyə gedib və hafizədən təzədən zehn meydanına qeydmə prosesi, bu da bir aləmdə. Əslində, burada yeni bir vücud əmələ gəlmir. Köhnə vücudu qaldığı yerdən ixrac eləyib zehn meydanına getirilir. Bunu yada salma prosesi deyilir. Yada salma prosesi. Burada yeni məlumatlar əslində demək olar ki, yoxdur. Amma bu prosesi də məntiqçilər xüsusi bir proses kimi qeydə alıblar. Xoş, bunu insan xəyal qüvvəsi ilə, yəni zehnindəki məlumatları, o hafizəsində olan məlumatları incələmək, yada salmaq və incələmək xəyal qüvvəsi ilə ələ gəlir. Üçüncü proses insanın zehnində olan məlumatları insan təcziyə eləyir. Yəni bölür. Hər bir məlumatın özünü neçə yerə bölə bilir. Bu prosesə deyirlər təcziyə prosesi. Yəni üçüncü prosesdir. Bu da 2 mərhələsi var bunun. Ya bir dənə hiss olunacaq bir şeyi, məhsus bir şeyi elə neçə dənə məhsus bir şeyə bölür. Məsələn, qabağında məsələn dəftərdirsə, dəftərin özünün
məsələn, üz qabığını və içindəki vərəqlərə bölürük. Yazılmış, yazılmamış. Yolla bir bu bölgələri eləyirik bizlər. Yəni vərəqlər də hiss olunur, artıq onu biz hiss edirik. Və bu dəftərin özü də hiss olunan bir şeydir. Dəftərin bu içindəkilər də hiss olunan bir şeydir. Böldük bunu buna. Bu bir mərhələ. İkinci bir mərhələsi budur ki, təcziyə elədikdə bir məhsus bir şeyi neçə dənə mənaya bölürük. Məna nədir desək, xaricdə müstəqil bir vücudu yoxdur. Nisbi anlamlardır. Məsələn, yuxarı, aşağı, məsələn, böyük, kiçik. Məsələn, böyükün xaricdə vücudu yoxdur. Böyük ağac, kiçik ağac deyə bilərsən. Böyük adam, kiçik adam deyə bilərsən. Böyük qələm, kiçik qələm deyə bilərsən. Amma xaricdə vücudu yoxdur. Yuxarı, aşağının əslində xarici vücudu yoxdur bunların. Bunlar, məsələn, filan şey nisbətdə yuxarıdadır, filan şey nisbətdə aşağıdadır. Biz bu cür bunları təlqin eləyə bilirik özümüzə. Yəni, bunlar nisbi varlıqlardır və əslində müstəqil bir vücudları yoxdur. Neylənsə vardır. Məsələn, hətta sonra gələcəkdə biz bir də misal çəkəcəyik. Başqa bir, məsələn, ədədlər. Məsələn, ədədlərin xaricdə vücudu yoxdur ki. Məsələn, 5 vücudu xaricdə yoxdur. 5 dənə, məsələn, qələm var. Məsələn, 5 dənə dəftər var, 5 dənə insan var. 5-in özü yoxdur ki, 1, 2, 3, harada bunun vücudu xaricisi yoxdur. Bu, zehnin məhsuludur. Zehin demək, zehin xaricdən aldığı surət üçün neçə dənə zehində vücud düzəldir ki, o, xaricdə vücudları yoxdur. Vücud varsa, artıq onun özünün surəti var. Diqqət edin, vücud varsa zehində, artıq onun surəti var. Vücud varsa, artıq surəti var. Məsələn, zehində düzəldir bir böyük xət, kiçik xət. Məlum odur. Xətti bildik. Xəttin uzunluğu, xəttin qısalığını artıq zehni bölür bunu. Məlum oldu. Zehin özü bunu bölür. Özü yeni vücudlar çıxardır. Böyük, kiçik və bunu bu cürdə təcziyə edir. Xəttin özünü. Xoş. İkinci bir məsələ təcziyənin ziddi deyək. Təcziyənin ziddi tərkib. Bunu da zehnə ələ getirir. Zehni prosesdir bu. Bunun özü də iki hissədən ibarətdir. Bunun özü də iki hissədən ibarətdir. O budur ki, bir neçə dənə surəti özdə hiss olunacaq surətləri vücudların, zehni vücudların bir-birinə tərkib eləyir. Məsələn, bəzi görürük ki, insan başlı məsələn at. Başı insandan eləyirlər, amma heyvanın öz bədənin məsələn ayrı. Bu qərb məsələn dünya görüşündə bu cürdür. Bunlar istə dünyada heyvanları insanlaşdırsınlar. Amma bu qeyri-mümkündür. Allah Teala buyurur ki, bunlar insanların xidməti üçün yaradılmışam. Əksinə, insan özünə elə alçaldır ki,
özü heyvanlaşır. Bəlkə də ondan aşağı səviyyədə. Və İslamın mənbələrimizdə var ki, insanlar qiyamətə, o günahkar insanlar, o cəhənnəm əhli qiyamətə 13 dənə heyvan şəklində gələcəklər. Bədən insan, baş isə heyvan şəklində. Bəzilərin başı donuz şəklində olacaq, bəzilərin başı tülkü şəklində olacaq, bəzilərin başı meymun şəklində olacaq, ilə axır. Çaqqal şəklində olacaq. Ki, rivayət var ki, 13 dənə və hamısının adlarını çəkir. Filan kəslər, niyə filan? Da onun yeridir bura. Bəs bunu zehində düzəldir. Xaricdə bir vücudu yoxdur. İnsan, heyvan. Birinin bir hissəsi, birinin başqa hissəsi getirir, birləşdirir. Yəni, o da hiss olunan xarici aləmdən vücudu, müstəqil vücudu var. Bunun da var. Amma xaricdə bunun vücudu yoxdur. İnsan getirir, ikisini birləşdirir, tərkib elətdirir, yeni bir vücud ələ getirir. Bu da bu. İkinci məsələ budur ki, yox. Zehin hiss olunan vücudu tərkib elətdirir, hiss olunmayan bir vücudla. Yəni, fəqət zehni bir varlığına, fəqət zehni bir vücuduna. Məsələn, misal çəkirəm, məhəbbət, nifrət. Bunlar zehni varlıqlardır. Xaricdə bunun sevincin nişanəsi var, özü yoxdur. Qəmin nişanəsi var, özü yoxdur. Ağlamaq qəmlənməyin nişanəsidir, özüdür. Çünki onu ağlamaq desə demirsən. Ağlayaraq qəmləndi deyirsən. Biri xarici bir vücuddur, müstəqildə ağlamaq. Amma buna desə qəm halı. O artıq zehni bir varlıqdır, zehni bir vücuddur. Zehn onu düzəldib. Və yəni bir hiss olunacaq xaricdə bir vücudu olan bir şeyin surətini xaricdə vücud, müstəqil vücudu olmayan bir şeylərin vücudları ilə cəm eləyir. Məsələn, valideynin məhəbbəti. Məsələn, insanın düşmənə olan nifrəti. Məsələn, nifrətli insan, qəzəbli insan, şad insan, məhəbbətli insan. Əslində, bu iki dənə bir vücudu bir vücudda cəm eləyib, tərkib verib. Bunları niyə kisə böldürük? Eyni şey deyirik, yox. Fərqləri var. Çünki dedi, biri ancaq zehnin məhsuludur, biri yox, xarici aləmdən gəlmədir. Bunların bizə bir xeyri olacaq gələcək aləmdə. Nədir? Deyir, istəyir o təcziyədə, istəyir bu tərkibdə, o surətlər ki, xaricdən gəlib, hiss olunandır, zehni məhsuludur, xarici aləmin məhsuludur zehində. Onların təcziyəsi, tərkibi, hər ikisində o birinci hissələr ki var idi, onlar insanın xəyal qüvvəsi ilə ərsəyə gəlir. Amma diqqət edin. Yəni, bu çox mühümdür. Hətta məntiqi müzəffər bunu bu cür açıqlamayıb. Yəni, bu kitab bu cür açıqlayıb. Və ikinci mərhələ budur ki, insanın zehnindəki o xarici surətin zehn məhsulu olan surətlərlə təcziyə eləyib və yaxud tərkib eləməsi vəhm qüvvəsi ilə baş verir. Ona görə, məsələn, filan kəs vahimiyə, niyə gözlə necə görsəndi? Məsələn, gözlə necə görsənməyib. Zehnində elə hiss elədi ki, neysə var. Ay, mən nə bilim, belə bir varlıqlar, heç nə vücudu yox. Mən görürəm, sən görmürsən. Bu əslində zehnində, zehni aləmində elə vurulub ki, məsələn, o psixoloji xəstələr bu vəhm qüvvəsinin məhsullarıdır.
vəhm qüvvəsinin düzəltdiyi bir şeylərdir. Ki, zehn bunu düzəldir və insanları çox zaman, məsələn, bu falçılar, cadukarlar bu qüvvələrini yəni xoda salaraq neynirlər? Qorxudurlar insanları və onları özlərinə o formada tabi edirlər. Və başqa yerlər də bu cürdür. Qorxutmağın üslubları budur. Zehinlərində vahimə qüvvəsini psixoloqların işi budur. Hərəkətə keçirdərək qorxudurlar. Hərəkət. Məsələn, bəzən valideynlər də uşaqları qorxudanda, məsələn, xoxan gəldi, filan şey gəldi, mən nə bilim, nə bir cür belə sözlər, yəni onların vəhm qüvvəsini hərəkətə keçirdirlər və onları qorxutmaq üçün zehni vücudlar düzəldirlər ki, zehni vücud var və insan bəzən elə inanır ki, vəhm qüvvəsi ilə, elə bil o xaricdə o vücudu var. Halbuki zehni bir vücuddur. Və o psixoloqlar istəyir ki, məsələn, psixi xəstələri müalicəsindən ona bu yönləndir ki, bu səndə zehni bir vücuddur, xaricdə bunun vücudu yox, niyə qorxursan? Özünün məhsuludur. Diqqət elədiniz. Bu da bu. Bəs xəyal qüvvəsi ilə nələr ələ gəlir, onları bildik. Vəhm qüvvəsi ilə nələr ələ gəlir, onları bildik. Yəni bu, başqa məntiq kitablarında, dərslərində inanmıram ki, qeyd olunsun. Ondan sonra 5-ci mərhələ proses təcrid. Təcrid. Təcrid nədir? Bu, məsələn, biz dedik, 5-in xaricdə vücudu yoxdur ki, 5 dənə qələm ola bilər, 5 dənə insan ola bilər. Sayırıq, 1, 2, 3, 4, 5. Zehində bu bir dənə proses var ki, ilahi neymətdir. Eləyə bilir, təcrid eləyir. 5-i insanlardan ayırdı. Xaricdə ayırma mümkün deyil, zehn ayırır. 5 üçün 5 vücud verir 5-də. İnsansız 5, qələmsiz 5, dəftərsiz 5. Yəni, təcrid edir, ayırır. Ayırır, boşluyur. Rəqəmi, sayı sayılmışdan, ədədi ədədlənmişdən. Bu bir prosesdir. İkinci, tə'mim. Tə'mim. Müəyyən məfhumlardan ümumi bir məfhum düzəldir. Çünki xaricdə vücud yoxdur. Xaricdəki vücudları zehnə ki saldı insan, olur nə demək? Məsələn, deyirik Əli, Vəli, Pirvəli, Məmməd Əli, Muhammed Əli. Bunların hamısını neynədir? Hamısı şəxslərdir də insan. Biz bunların hamısından bir dənə ümumi bir vücud, zehni vücud düzəndirir. Deyirik insan. İnsan xaricdə insan deyilən vücud yoxdur. İnsanın fərdləri var. İnsan isə zehni bir vücuddur. Vücuddursa artıq surət var. Təcrid, tə'mim 5, 6 və sonuncu təfəkkür, fikirləşmək. Fikirləşmək, təfəkkür qüvvəsinin tərifini əvvəlcədə demişdik. Məchulu məluma çevirən proses. Filan kəs mütəfəkkirdir. Neçə dənə məchulu bizim üçün məlum eləyib? Özü. Kiminsə məchulları məlum eləməyi bizə nəql eləyəni mütəfəkkir bəzən deyirlər, yeridirlər.
Halbuki mütəfəkkir budur ki, insanlar üçün məchul olan bir şeyləri məlumat çevirən şəxsdir. Bizlər də dərsləri onun üçün oxuyuruq ki, biz özümüz də mütəfəkkir olaq. Həm özümüz üçün, həm bəşəriyyət üçün. Xoş, təcrid, təmim və təfəkkür əqlin vasitəsilə yerinə yetirilir, əncam verilir. Bu üç dənə sondakı əqlin vasitəsilə yerinə yetirilir. Xoş, əql nədir? Ümumi, kulli bir dənə məfhumlardan ibarətdir. Əql ümumi, kulli bir məfhumlardan ibarətdir. İşi də bunlardan ibarətdir, yəni əqlin. Əqlin təkcə təmim, təcrid, təfəkkür proseslərini icra eləmir. Bunlarla yanaşı, əql his qüvvəsinə, insanın his qüvvələsinə, xəyal və vəhm qüvvələrinin idarəçisidir də. İdarəçisidir də. Məlum oldu? Xoş, bəs bugünkü bəhsimiz bizim bu oldu. İnsanın aləm. Üçüncü aləm, dil aləmidir ki, biz inşallah gələn dərs Allah mərhəmət eləyərsə, lütf eləyərsə, onda bəhs eləyəcək. Biz xarici aləm, zehnə aləm, zehnə aləmin hansı vücudlardan təşkil olunub onu və bu vücudların ələ gəlmə 7 prosesi var. Hamısını qeyd elədik. Hansı qüvvənin vasitəsilə ələ gəlir, dəqiqliklə bu kitabdır deyib, mümkündür bundan da daha dəqiq yazanlar olacaq, deyənlər olacaq, o başqa məsələ. Ta bugün necə bu kitabdan dəqiq bu məlumatı hələ zahir ələ verən bəndən nəzərində yoxdur. Biz bunların barəsində inşallah diqqətlə mütaliə eləyib, diqqətlə dediklərimizi düşünək və inşallah o dediyimiz hafizə qüvvəsində zehnimizin yer ayıraq inşallah. İnşallah əxlaq dərsinəcən bir neçə dəqiqədə Xudahafiz və elhamdülillah və sallallahu ala Muhammedin və alihəl əthar.